Sabahınız xeyir olsun. 25 fevral 2026-cı il tarixidir. Demək, Ramazan ayının 7-ci günüdür. Ramazan ayının ilk həftəsinin ilk 3-cü çərşənbə günüdür. Ramazan ayının 7-ci günündə də kimlər niyyət edib oruç tutmuşlar, hər birinin niyyətinin, orucunun qəbul olunmasını arzulayıram. Və demək, bu gündə, yəni 25 fevral günündə də işləri ilə məşğul olan, istər evdə, istər iş yerində, istərsə də iş arxasınca gedən hər bir şəxsə iş abadlığı arzulayıram, bol ruzi, bərəkət hər birimizə arzulayıram. Bununla yanaşı 25 fevral günündə kimlər təhsili ilə məşğul olur, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri hər birinə zehni açıqlığı, iş avantlığı, qarşılarına qoyduqları məqsədə çatmaq və Azərbaycan Respublikası üçün, eləcə də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 25 fevral günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət, səbir diləyirəm hər birinə. Və 25 fevral günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. 25 fevral günündə kimlər ad gününü, xoş gününü qeyd edir, hər birinə düşərli olmasını arzulayır, təbrik edir, xoşbəxtliyi arzulayıram. 25 fevral günündə də tarixi günlər vardır. 25 fevral 1921-ci ildə Gürcüstan Demokratik Respublikasının paytaxtı Tbilisi Rusiya Sovet Federativ Sosialist Respublikası tərəfindən işğal edildiyi gündür. 25 fevral 1925-ci ildə Yaponiya ilə SSR arasında diplomatik əlaqələr qurulduğu gündür. 25 fevral 1945-ci ildə Türkiyənin 2-ci Dünya müharibəsində Almaniyaya müharibə elan etdiyi gündür. 25 fevral 1951-ci ildə Argentinanın şəhəri olan Buenos Airesdə ilk Pan-Amerikan oyunlarının keçirildiyi gündür. Bununla yanaşı 25 fevral 1954-cü ildə Camal bin Nasirin, demək, Misirin baş naziri seçildiyi gündür. 25 fevral 1992-ci ildə Erməni silahlı qüvvələri ilə 366-cı motatıcı alayın Xocalı üzərinə hücuma başladığı gündür və Xocalı faciəsinə, soyqırımına aid olan şeir demək istərdim. Şeir belədir. Qara bulud dolandı, laylay Xocalım laylay. Düşmən həddini aşdı, laylay Xocalım laylay. Və bütün şəhidlərimizə, o cümlədən də Xocalı şəhidlərinə də Allahdan rəhmət diləyirəm. Qazilərin hər birinə Allahdan can sağlığı, şəfa diləyirəm. Və bununla yanaşı bildiyimiz kimi Müzəffər Ali Baş Komandan İlham Heydəroğlu Əliyevin başçılığı ilə, rəhbərliyi ilə Azərbaycan ordusu məhz artıq Xocalı şəhərini işğaldan azad etmişdi. Nicat İsmayılovun Xocalı deməli işğaldan azad olunmasına aid şeirini demək istərdim. Şeir belədir. Qisasını almışıq Xocalı qurbanları, yeni tarix yazmışıq Xocalı qurbanları, daima qələbə qazanaq. Və digər tarixi günü isə 25 fevral günündə 1992-ci ildə Azərbaycan Respublikası Yəmən ilə diplomatik əlaqələr qurulduğu gündür. Və heç zaman demək, nəinki Azərbaycan Respublikası, dünyanın heç bir ölkəsində müharibə olmasın, soyqırım olmasın, daima sülh, əmin-amanlıq olsun. Amin inşallah. Dinlədiyiniz üçün təşəkkür edirəm.